Dəqiqə avtobus yanından keçirdi, fışıltı, uyultudan çox az eşidilir salonda. Bilirsən ki, getsin. Bilirsən ki, ayağımın altında güc var, amma gücü sənə tam vermir, stopluyur. Bu əlində ayağının altında olan bu gücü sənə tam şəkildə ötürmür. Maşın sanki limitləyir də bu bütün gücünü. Avtomobillər var ki, yəni ayağının altındadır, bas getdidir. Amma burada o yoxdur təəssüf ki. İstəyirsən ki, qaz pedalını basasan, gedə də, amma yoxdur. 290 at gücü hiss olunmur. Var, uzaq məsafədə, baxın, sürətlənmə idealdır. Amma ani sürətlənmə qətiyyən bəyənilməsin. Bilmirəm, maşının ağırlığındandır. Maşının da 1800 kiloqrama yaxın çəkisi var. Heç ağır bir çəkisi yoxdur avtomobilin. Bu sadəcə mühərrikin belə işləmə prinsipi budur. 100 FE sensyorla eyni mühərrikə malikdirlər, amma VVTi motordur burada. O verirəm. Mən artıq biraz da bassam qazı, farçağa gedir. Amma mən onu istəmirəm axı. Niyə ani? Ani reaksiya yoxdur. Baba, boğulur da sanki. Amma maşın saz vəziyyətdədir. 82.000 kilometr orijinal yürüyüşə malikdir bu avtomobil. Texniki vəziyyəti tam saz və elan saytlarında yazılırlar, ideal vəziyyətdədir. 200 kruq aşıb maşın yazılır, amma ideal vəziyyətdə olan deyil. Yəni. Həqiqətən də ideal vəziyyətdə olan bir maşındır, amma nədənsə belə blokluyur. Heç bəyənmədim, yəni bu getməyini. Düşünürsən ki, ayağının altında 4 litrli V8 mühərrik var, indi bilirsən nə edəcək, amma təəssüf ki, eləmir.